Heydər Əliyev adına müasir təhsil kompleksinin şagirdləri Milli Hidrometeorologiya Xidmətində maarifləndirici ekskursiyada olublar. Təbiət elmlərinə marağının artırılması, eləcə də hidrometeorologiya sahəsi üzrə ilkin biliklərin aşılanması məqsədi ilə Heydər Əliyev adına müasir təhsil kompleksinin şagirdləri üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiyanın ilkin mərhələsində şagirdlər Milli Hidrometeorologiya Müzeyi ilə tanış olublar. Burada onlara ölkəmizdə hidrometeorologiya fəaliyyətinin tarixi inkişafı əks etdirən ölçü cihazları, xüsusi avadanlıqlar, sənədlər və arxiv fotoşəkillər barədə ətraflı məlumatlar təqdim edilib. Daha sonra məktəblilər xidmətin situasiya mərkəzini ziyarət edərək hidrometeoroloji məlumatların toplanması, emalı və proqnozlaşdırılması prosesini canlı şəkildə izləyiblər. Onlara müasir meteoroloji sistemlərin iş prinsipi, radar məlumatlarının tətbiqi və hava proqnozlarının hazırlanması mərhələləri barədə əyani izahlar verilib. Ekskursiyanın sonunda keçirilən sual-cavab sessiyasında şagirdlərin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin təsirləri və bu sahədə gənclərin rolu ilə bağlı suallara mütəxəssislər tərəfindən cavablandırılıb. Dilbər Vüqar qızı, Bölgə TV.